sual verilir ki, sonra da verdiğin hükümlere göre özlerinde bir sıkıntı duymadan, tam təslim olmayınca iman gətirmiş olmazlar. Bu ayəni başa sala bilərsiniz. Mən necə bilim ki, mən sıxıntı duymuram. Yəni, Allahın əmri gəldiyi zaman və Peyğəmbər sallallahu aleyhi və səlləmin əmri gəldiyi zaman, yəni nəzərdə tutulan insanın onu qəbul etməsidir. Qəbul etməsidir, yəni etiraz etməməsidir. Və deməməlidir ki, yəni bu başqa yerdə olsa daha yaxşı olardı. Necə gəlib, gəldiyi yeri insanın qəbul etməsi, təslim olması və sevməsi. Yəni, sübh namazı gecə qaranlıqdadır. Yəni, bəlkə bu biraz gec olsaydı, belə etirazlar insan özündən çıxartmamalı, gətirməməli. Elə necə gəlibsə, gəldiyi kimi qəbul edir və olduğu yerində sevir və bilir ki, bu Allah Teala tərəfindən, Rasul tərəfindən bu gəlibsə, yəni mütləq şəkildə bilməlidir ki, burada yəni xeyir vardır, bərəkət vardır.